Uyğun tərəfləri paralel olan bucaqlardan biri 100 dərəcədir. Digər bucağın ala biləcəyi qiymətlərdən böyüyü kiçiyindən neçə faiz çoxdur? Uyğun tərəfləri paralel olan bucaqların cəmi ya 180 dərəcəyə bərabər olmalıdır, ya da onlar bir-birinə bərabər olurlar. Yəni burada bucağın biri ola bilər ya 100 dərəcə, ya da 80 dərəcə və böyüyü kiçiyindən neçə faiz çoxdur soruşulur. Yəni 100 dərəcə 100 dərəcəni biz x faiz olaraq götürsək, 80 dərəcəni də 100% olaraq götürsək, çünki kiçiyindən neçə faiz çoxdursa, kiçiyi biz 100% olaraq götürməliyik. Burada da x bərabərdir 100 vurulsun 100 bölünsün 80. Deməli, ixtisarlarımızı aparsaq, qalacaq 125. Yəni 20-yə bölsək 100-ü eləyir 5. 80-i bölürük 20-yə 4. 100-ü 4-ə bölürük 25. 25-də 5-ə vurursunuz 125%. Əgər 100 80-in 125%-ni təşkil edirsə, deməli ondan sadəcə 25% çoxdur. Çünki 125%-dən də çıxsaq 100%-i bərabərdir 25% alarıq. Və ya deməli biz birbaşa fərqi tapa bilərik. 100-80-in fərqi 20%-dir. 20 dərəcədir daha doğrusu. 20 dərəcəmiz x faiz olaraq götürüb 80 dərəcəni isə 100% olaraq götürsək, buradan x bərabərdir 25% olduğunu alardıq.